Salam olsun herkese. Salamlayıram hər birinizi. Bu dərsimizdə sizinlə av və image taglərini praktika etmiş olacağıq. Praktikadan daha çox həm də bu taglər haqqında daha çox belə deyək də bilinməyən, istifadə olunmayan özəllikləri sizə göstərmək istəyəcəm. Daha sonra VS Code-da müəyyən belə deyək də dəyişiklikləri necə eləyə bilərik? Bunlar haqqında sizə məlumat verəcəm. Təbii ki, bu sizin yeni başladığınızı düşünərək mən dərsləri qeyd etmişəm ki, çəkirəm və bu praktikada ona uyğun olmuş olacaq. Çox ciddi bir məsələlər olmayacaq burada, amma maraqlı məsələlər olacaq. Ona görə də bu praktika dərsini izləməyiniz sizin üçün vacibdir. İndi ilk öncə mən sizə bir məlumat çatdırmaq istəyirəm. Deməli, HTML dərslərimiz bizim burdadır. Elə deyil, bunu açdığımız zaman dərslərimiz bunun içərisindədir. Ana ekrandadır da bu elə deyil. Mən burada Udemy folderim var mənim. Baxın, bunun içərisinə daxil olduğumuz zaman mənim kurslarım burada yer alır və 02 HTML dərsləri də var. Ola bilər siz bu dərsləri izlədiyiniz zaman mənim artıq digər kurslarımda paylaşılmış olsun. Sadəcə hal-hazırda olan, yəni bunlardır. Hal-hazırda hazır olan kurslar bunlardır. HTML dərslərinə daxil olduğumuz zaman burada HTML dərsləri zip forması var. Yəni açıqlama hissəsində bunların mən linklərini sizinlə paylaşıram ki, siz bunlardan istifadə edə biləsiniz. Mən bu HTML dərslərinin özünü də gətirirəm bura. Baxın, tutdum, gətirdim bura. Artıq ekranda olmayacaq. Yəni bu dəyişikliyi sizin etməyiniz önəmli deyil. Mən sadəcə folderləri bu formada yığdığım üçün və ilk başladığınızı nəzərə alaraq ilk öncə sizinlə ana ekranda açmışdım folderi. İndi isə gətirdim öz yerinə. Yəni 02 HTML dərsləri içərisində HTML dərsləri yazılıb. Burada artıq mənim dərslərim olmuş olacaq. Bunu bilməyiniz niyə görə önəmlidir? Deyə bilərsiniz, niyə görə mən dedim sizə bunu? Ola bilər nə zamansa, məsələn, VS Code-dan deyil, buradan biz HTML dərsləri folderini açmaq istəyirik. Sizdə ekranda olacaq. Mən atmışam Udemy hissəsinə, düşünün, bura atmışam. Siz də bunu bilmirsiniz. Bura daxil olanda ola bilər ki, sizə qarma-qarışıq görünsün. Ona görə başdan bunu sizə bildirmək istədim. Aydındır? Yəni mənim artıq kompüterimdə HTML dərsləri bu Udemy folderinin içərisindəki 02 HTML dərsləri içərisində olacaq. Aydındır? Bu məlumatı bildikdən sonra artıq nə edəcəyəm? Məsələn, indi mən HTML dərslərim bunu artıq harda açmaq istəyirəm? Visual Studio Code-da. Sadəcə bunu tutacağam. Baxın, bunu tutub buradan Visual Studio Code-un üzərinə buraxacağam. Və yaxud da ki, bunun üzərində sağ düymə eləyib Open in Terminal deyib kod nöqtə desək, bunu açacaq yenə orada. Aydındır? Nə olsun, yəni neçə dənə folder içərisindədir. İndi gəlin belə açaq bunu. HTML dərslərini götürürəm, gətirirəm, atıram bunun içərisinə. Və təbii ki, burada bizim öncəki dərslərimizdən olan folderlər qeyd olundu. Yəni eyni şey oldu, fikir verdinizsə əgər. Eyni şey görsəndi burada. Arxadakı o faylın, folderin yolu görsənmədi, amma sizə məlumat olaraq bildirmək istədim. İndi burada yeni bir folder yaradırıq biz. Baxın, adını mən belə yazacağam. Adı məndə bu formada olacaq və təbii ki, bunun öncəsinə 07-mizi də yazaq. Praktikalar, daha doğrusu praktika A və image tagi haqqında nümunələr və az bilinən xüsusiyyətlər. Enter vururam. 07 folderimiz artıq buradadır. Bunun içərisinə həmən gecikmədən index.html yazaq. Gecikdik. Şrifti dəyişdim. Index.html yazdıq, elə deyil. Daha sonra nida yazıram, enter vururam, Ctrl S eləyirəm. Artıq bizim index.html faylımız hazırdır. İndi mən burada sizlərə nələr göstərəcəm. Baxın, bir A tagində download atributunun istifadəsini göstərəcəm. Daha sonra image içərisində necə canlı bir domeində olan şəkli necə render eləyə bilərik, onu göstərəcəm. Daha sonra nəyi göstərəcəkdim mən sizə burada? Hə, bir də burada gəlin elə birinci bunu göstərim. Baxın, mən dedim ki, bu yazılar fikir verin, sağ tərəfə keçir burada. Fikir verin, sağ tərəfə keçir. Məsələn, bunu biraz da sıxışdırsaq bu yana, gedir sağ tərəfə çıxır, elə deyil. Mən istəmirəm o olsun, çünki uzun kodlar yazdığımızda, məsələn, 06-cı dərsə baxaq, index.html. Fikir verin, ya, bu link gedibdi çıxıb hara? Onun qarşısını almaq üçün, indi bağlayıram bunu. Onun qarşısını almaq üçün burada settings hissəsinə gəlirsiniz. Baxın, bu açara vurursunuz, settings hissəsinə gəlirsiniz. Burada axtarış yeri çıxacaq. Bura Word yazın. Word wrap yazılmalıdır. Baxın, editor hissəsində. Birinci sırada gəlməlidir. Bu off olacaq sizdə də və yaxud da ki, fərqli də ola bilər. Bunu on etdiyimiz zaman artıq, baxın, sağa keçmələr olmayacaq. Fikir verin, gəlir buradan, düşür aşağıya və yaxud da ki, digərinə baxaq. Baxın, artıq burada sağa, aşağıda kursor çıxmadı. Fikir verirsiniz, alt-alta yazıldı. Aydındır? Göstərir ki, bu qədər yeri əhatə edir. İndi mən də bu dəyişikliyi etdikdən sonra artıq gəlin dərsimizə başlayaq. İndi məsələ nədir? Baxın, ilk öncə A tagində download-u göstərim sizə. Təbii ki, bu dərsin içərisindəyik. Onun üçün də bunu kiçildirəm. Buradan yaradacağam, baxın. HTML dərslərinə daxil oldum. Burada 07 folderimiz yarandı artıq, elə deyil. Bu içərisinə daxil oluram. Index.html-imiz buradadır. Bu aydın məsələdir. Bunu artıq bilirik. Sağ düymə eləyirəm. New deyərək burada bir dənə, məsələn, Word sənədi yaradaq gəlin. Baxın, məsələn, deyirəm buna HTML test.
Bu formada bir adlandırma etdim. Enter vurdum. İndi buna daxil olaq. Baxın, buna daxil olaq. Word sənədi açılacaq. Təbii ki, bura nə yazmağımızın önəmi yoxdur. HTML dərsləri, məsələn, praktika. Ctrl S elədim və bunu bağladım. Bunun içərisində belə bir məlumat oldu. Yəni bizə lazımdır ki, bir dənə deməli fayl olsun da, bizə bu lazım idi. İndi bunu buradan kiçildirəm və gəlirəm bura. Baxın, HTML test adında Word sənədimiz burada var, elə deyil. Bu folderin içərisində var, dərs folderimizin içərisində var. Bura klik elədiyimiz zaman açılmaya bilər. Burada extension və s. istəyir. O da bizə ehtiyac yoxdur. Yəni burada açmaq lazım deyil bizə. Bizə lazımdır ki, bunu al linkində göstərə bilək. Aydındır? Onun üçün də burada baxın. Bu şəkilləri bağlayaq. Niyə görə bu şəkilləri burada saxlamışam, onları da deyəcəm. Bunu da kiçildək, gətirək sağ tərəfə. Format eləyək. Baxın, belə qalsın. Bunu da gətirə bilərik sağ tərəfə. Bilirik də artıq. Gəlirəm body içərisində deyirəm A linki yazıram və bura məsələn yüklə. Yüklə deyirəm. Burada məsələ nədir? Baxın. İlk öncə bunu gəlin belə bir şey eləyək. Sağ düymə eləyib Open White Live Server eləyək. Və bizim səhifəmiz açılsın. Burada fikir vericisi açıldı. Burada yüklə hissəsi gəldi. Bunu bilirik də artıq, biz elə deyil. Mən istəyirəm ki, buna klik olunma zamanı bu folder yüklənsin. Kim vurursa buna, bu folder həmən vaxt yüklənsin. Onun üçün nə etməliyik? Bax, href hissəsinə bu folder deməyi, daha doğrusu fayl. Bu faylın linkini verməliyik. Yəni mən istəyirəm ki, buna klik olunma zamanı bu sənəd, bu fayl yüklənsin. HTML sənədi yüklənsin. Klik edən şəxsin kompüterinə, elə deyil. Təbii ki, mənim lokalımda olduğu üçün mən klik edəndə mənim kompüterimə yüklənəcək. Canlıya alsaydıq əgər, kim klik eləsə onun kompüterinə yüklənmiş olacaqdı. Bunun link hissəsinə biz sənədin yolunu veririk. Baxın, HTML test və genişlənməsi qeyd olunubdur. Ola bilər, baxın, belə bir suallar gəlir. Məsələn, deyir ki, burada olmasa folder, başqa bir yerdə olsa, onda necə eləyəcək? Onda çıxmalıyıq biz kənara. Məsələn, artıq kənara çıxıb, oradan folderi, faylı götürüb yolun bura yazmalıyıq. Amma o çox istifadə olunan yol deyil. Yəni, zaten biz layihə yazdığımız zaman ona aid olan sənəd, fayllar, folderlər zaten bu dərs, daha doğrusu layihə folderinin içərisində olur. Aydındır? Amma qeyd etdiyim kimi yolunu yazmaq olar kompüterin hər hansı bir hissəsində götürmək üçün. İndi mən nöqtə slash deyirəm, HTML test dokumenti buraya yazıram. Yolunu bura verirəm. Və burada download hissəsi var. Baxın, download. Download yazdığım zaman, hələ ki bu, deməli, bunları silirəm. Sadəcə download atributunu yazıram bura. Ctrl S eləyirəm. İndi baxın, fikir verin. Mən burada əslində yazdığım kodda demiş oldum, bunu da sol tərəfə gəlin bağlayaq, aydın görək. Mən demiş oldum ki, buna klik olunma zamanı bu folderi yükləsin. Faylı yükləsin daha doğrusu. Bu aya klik olunma zamanı bu faylı yükləsin. İndi gəlin bura, baxın. Yüklə vururam, fikir verin. Gəldi bura mənim üçün. HTML test doc düşdü bura, elə deyil. Vururam, bunu açıram. Yükləmələr hissəsində məndə var burada artıq. Aydındır? İndi gəlin bir dənə də bir şey yoxlayım. Əgər istəyiriksə buna yüklə vurulma zamanı bu faylın adı fərqli formada düşsün, onu bundan yaza bilərik. Məsələn, deyirəm ki, burada faylın öz adı nədir? Baxın, faylın öz adı nədir? HTML test deyil. Məsələn, mən deyirəm ki, praktika. Praktika olsun bunun adı. Ctrl S eləyirəm. İndi yüklə vururam. Fikir verin. Praktika adı ilə yükləndi artıq. Yəni yüklənmə zamanı bu faylın adı nə olsun, onu biz burada downloadda dəyər mənimsədərək verə bilirik. Aydındır? Və buna klik etdiyimiz zaman fikir verin, burada praktika adı ilə eyni fayl gəldi. İndi bunu açsaq əgər, baxın, az öncə içərisinə yazdığımız məlumatlar gəldi. HTML dərsləri praktika. Aydındır? Bu A təqində daha doğrusu download atributunun istifadəsidir. Bunu bildiyi elə deyil. İndi gəlin bir dənə də Ctrl-KC eləyək bunu. Yəni bunları göstərirəm ki, dərslər biraz sizə maraqlı olsun, aydındır. İndi bu təqini araşdıra bilərsiniz. Rel atributu var orada. Daha sonra mail to var, mail into var. Daha sonra telefonla bağlı məlumatları işləmək üçün var. Onların hamısını desəm, siz yüklənmiş olarsınız, aydındır. İlk öncə bir kod yazmağa başlayaq. Harda lazım olsa təqi araşdırıb o atributları öyrənmək olar. Yəni o problem deyil, aydındır. Əsas məlumatları bilmək lazımdır. İndi nə edəcəyik? Gəlin bir dənə də hal-hazırda image təqi ilə işləyək. Yəni image təqində biz normalda məsələn 06-da image təqində burada index.html-də image yazırdıq və image folderi altındakı şəkillərin yolunu verirdik ona, elə deyil. Bunu belə də eləmək olar. Image yazıram bura. Alt özəlliyinə, alt dediyi ki SEO əhəmiyyətlidir. Yəni bu şəkil haqqında məlumat yazmalıyıq. SRC hissəsinə biz
link də verə bilərik. Məsələn, bu şəklin linkini buradan Ctrl+C elədim. Baxın, gəlin bura klik eləyin, Ctrl+A eləyin, hamısını seçin, Ctrl+C eləyin. Gəlib bura bunun bir hissəsini seçməyin. Ha, Ctrl+A eləyin, Ctrl+C eləyin. Hamısını seçin. Gətirib bura SRC hissəsinə mənimsətdim. Baxın, Ctrl+S elədim. İndi fikir versəz əgər, səhifəmizdə baxın, həmin şəkil render olundu. Amma görün nə boyda düşdü. Yəni çox böyük düşdü fikir verirsiniz. Gəlin buna ölçülər də verək. Biz ölçülər verməyi artıq bilirik. Width dəyəri verirəm. Məsələn 300 olsun. Bir də height olsun. Neçə olsun? Bu da 300 olsun. Elə Ctrl+S eləyirəm. Və şəkil bu formada bizim üçün gəldi. Bu şəkil fikir verin. Belə bir domain altında hər hansı bir folder içərisində ayaqda, daha doğrusu ayaqda olan domain altında olan folderdədir. Hər hansı bir layihədədir. Amma linkini verərək mən bu formada bunu ekranda render eləyə bildim. Və yaxud da ki, bunu Ctrl+C eləyirəm, buradan ölçüləri eyni qalsın qoy. Gətirəm aşağı yapışdırıram, linkini bunu verəcəm. Məsələn, JavaScript-lə bağlı. Yenə gəlirəm bura, hamısını seçirəm, Ctrl+C eləyirəm. Gəlirəm bura, baxın. Bu deməli, SRC hissəsinə artıq bu şəklin linkini verdim. Ctrl+S elədim. Layihəmə baxdığım zaman artıq ölçüləri bu formada düşdü, 300 düşdü və JS şəklində gəldi bura. Bu şəkildə gəldi bura. Yəni demək istəyirəm ki, lokalda olan şəkilləri yalnız biz render eləmirik. Hər hansı bir canlı serverdən, canlı yerdən gələndə də, hər hansı bir domaindən və s. müəyyən bir yerdən link vasitəsilə deyək, heç domain falan deməyək. Hər hansı bir linkdən gələn şəkli də biz image tagi içərisində render eləyə bilirik. Belə ekranda göstərə bilirik. Yəni bunlar istifadə olunan bir şeylərdir. React-da və s. ümumiyyətlə saf JavaScript, HTML, CSS-lə də kodlar yazdığımız zaman bunlardan çox istifadə olunur. Image-in SRC dəyərinə məsələn şəklin linkini veririk. Aydındır? Və həmin şəkil ekranda render olunur. Yəni bu şəkillər ekranda əslində bu formada görünür. Bizim məsələn profil, mənim GitHub səhifəmdə mənim profil şəklim və s. ümumiyyətcə də hər hansı bir veb-saytda şəkil görürüksə, onlar bu formada image içərisində SRC-yə verilir. Ola bilər canlı serverdən gəlsin, ola bilər ki, lokaldan gəlsin. Amma bu formada linki, yolu verilir image-in SRC atributuna və ekranda göstərilmiş olur. Aydındır, bunu bilmək lazımdır. ATG haqqında da qeyd etdiyim kimi download atributunu göstərdim sizə. Bu formada istifadə eləmək olar. Təbii ki, bu inputlarda da istifadə olunur. Inputlar daha doğrusu yükləmə və s. də fayl inputları və s. istifadə olunur. Inputları keçəndə danışacağıq onlar haqqında və ATG-də də belə bir istifadə mümkündür. Bunu da sizə göstərmək istədim. Yəni qeyd etdiyim kimi bu dərsimiz sadə bir praktikalar oldu. Bunları göstərmək istədim ki, sizə maraqlı olsun. Və öncəki dərsdə sizə bildirmişdim ki, özünüz haqqında məlumatlar və s. yazın eləyin. Baxın, ora şəkillər falan da əlavə eləyin. Haşer atın dediyim kimi bura. Məsələn, haşer atın bu formada bölün, xətlərlə bölün. Daha sonra şəkil əlavə eləyin. Öz şəkliniz ola bilər, özünüz haqqında şəkil ola bilər. Hər hansı bir şeydə, yəni çalışın praktik eləyin. Aydındır? Mən yazdıqlarımın ən az 2 qatını, 3 qatını siz yazmağa çalışın. Aydındır? Mən burada yazıram, izah eləyirəm əsas. Məsələ odur. Durub indi uzun-uzadı kodlar yazmıram, çünki yorucu olacaq sizin üçün. Amma siz praktik eləyin. Elə hər dərsi izlədim, keçdim, elə etməyin. Bir də bir şey də deyim sizə, ondan sonra yekunlaşdırıram. Digər dərsimizi artıq keçid eləyəcəyik. Bu HTML-də mənim sizə bu izah elədiyim mövzuları çalışın öyrənin, amma çox da necə deyim, belə ilişib üzərində qalmayın. Çox da necə deyim, önəmsəyin, amma biraz da çox önəmsəməyin. Bu cümlə biraz qəribə oldu, bilirəm, amma çalışın çox üzərində durmayın da. Yəni öyrəndiniz, başa düşdünüz, praktika eləməyə çalışın. Aydındır, çox əzbərçiliyə qaçmayın. Çünki burada məsələn JavaScript bir proqramlaşdırma dilidir. Orada məntiq tələb olunur. Yəni məntiq istifadə olunur. Kodlar yazılır. Təbii ki, orada da sintaks öyrəniləndən sonradır bunlar, bu proseslər. Amma HTML-də də bu daha azdır. Daha çox hazır olan bir şeyləri biz necə deyək, uyğun formada istifadə eləməliyik. JavaScript-də isə müəyyən yerlərdə biz alqoritm qurmaqda və s. də orada gedişləri bilməliyik artıq. Özümüzdən bir şeylər yaratmalıyıq, aydındır. HTML-də isə bunlar biraz sadədir. Ona görə bu dərslərdə çox ilişib qalmayın. Əgər front-end tərəfə irəliləyirsinizsə və s. Bunları bilin, ümumi məlumatları bilin. Zaten JavaScript dərslərində də, daha sonra nə bilim React dərslərində və s. hər zaman zaten bundan istifadə edəcəksiniz. Okay, onda da daha təkmilləşmiş olacaqsınız. Qeyd elədiyim kimi əzbərləməyin, nə də çox ötəri yanaşmayın, amma çox da ciddi üzərində oturub 5 aylarla, 3 aylarla oturub HTML dərslərini öyrənim, elə şey də eləməyin. Yəni müəyyən bir vaxt, 1 ay, 2 ay HTML-ə ayırsaz sizə kifayət eləyəcək. Hətta 1 ay, 2 ay mən indi hər fərddən fərdə dəyişməsinə görə deyirəm. Elə tələbə var ki, heç 20 gündə bitirə bilər HTML dərslərini. Yəni bu şəxsdən şəxsə dəyişir, aydındır. Çalışıb siz özünüz özünüzə uyğun bir rutin qurun. Yəni məsələn HTML ola bilər ki, biraz gec mənimsəyirsiniz. Ola bilər biraz tez mənimsəyirsiniz. Gedib amma CSS-də çətinlik çəkərsiniz. Ola bilər HTML-də çətinlik çəkərsiniz, amma CSS sizə çox rahat gələr. Nə ola bilər də bunlar necə deyim, fərddən fərdə dəyişir qeyd etdiyim kimi. Amma daha çox
qorxutmaq kimi demirəm, daha çox çətinlik çəkəcəyiniz, daha çox belə deyək də diqqət tələb olunan hissə JavaScript hissəsidir. Bunu yadınızda saxlayın. Mənim də JavaScript kursum var, qeyd etdiyim kimi onları da izləyə bilərsiniz bu dərsləri yəni yekunlaşdırdıqdan sonra. Yəni əsas məsələ frontend tərəfində irəliləyirsinizsə, JavaScript sizin üçün daha çox önəmli olacaq. Bunlardan da istifadə edəcəksiniz, amma daha çox diqqət ayırmalı olduğunuz nöqtə, yer JavaScript olmuş olacaq. Bu da belə. Yəni burada sadəcə xırda praktikalar etdim sizinlə ki, HTML haqqında belə deyək də biraz da fikir formalaşsın sizdə və HTML-i istifadə edə biləsiniz. İndi bir sonrakı dərsimizdə artıq növbəti mövzu ilə, yəni fərqli mövzu ilə davam etmiş olacağıq. Növbəti dərsdə görüşək.